Zaman-zaman Xəzər dənizinin suyunun qalxıb enməsi ilə gah üzə çıxan, gah da sulara qərq olan Bayıl qalası tarixin dərinliklərindən bu günə qədər sirrini qoruyan nadir abidələrdən biridir. Mənbələrdə sualtı şəhər, Bayıl daşları, Səbayıl qalası, Karvansara, Xanəgah kimi müxtəlif adlarla xatırlanan bu məkan elmi ədəbiyyatda daha çox Bayıl qəsri kimi tanınır. Şirvan Abşeron Memarlıq Məktəbinin ən gözəl nümunələrindən sayılan bu abidə Bakının Bayılburnu yaxınlığında, Karvansara adasında yerləşir. Tarixi 13-cü əsrə gedib çıxan qalanın inşasına 1234-cü ildə başlanılıb. Tədqiqatçıların fikrincə, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində bu möhtəşəm tikili dənizin sularına qərq olub. Əsrlər sonra isə Xəzər dənizinin səviyyəsi dəyişdikcə qalanın qalıqları yenidən üzə çıxmağa başlayıb. Araşdırmalar göstərir ki, qalanın cənub qapısı və ətraf tikililər dəniz ticarəti ilə əlaqəli olub. Sahilə yaxın şimal hissəsi isə Şirvanşahların iqamətgahı kimi istifadə edilib. Bugün isə Bayıl qalası hələ də tam öyrənilməyən keçmişi ilə tarixçiləri düşündürür. Kim bilir, bəlkə də Xəzərin suları altında hələ açılmamış çox sir gizlənir.